Necə olur ki, bizim babalarımız, böyük şəxsiyyətlər, Zərdabi, Rəsulzadə, başqaları deyir ki, bu türk dildir, biz deyirik ki, bu başqa bir dildir. Əvvəla qeyd edək ki, bugün bütün dünya, biz qabağa baxmalıyıq. Dünən nə olub, konstitusiyada nə yazılıb, harada nə baş verib, bunları qoyaq qırağa. Sovetlər dövründə yaşamışıq, biz ömrü boyu baskı altında olmuşuq. Və bugün də, bax, adi bir faktı sizə xatırladım da, Sovetlər dağılandan sonra Rusiya demək olar demontaj olurdu. Rusiyanın xəritəsinə baxdılar, gördülər ki, əgər Rusiya parçalansa, yaranan dövlətlərin bir 90% türk dövlətləridir. Əslində bundan ehtiyat edib qoymadılar Rusiyanın parçalanma. Və bugün təkcə Saxa Respublikasının ərazisi Zakafkaziyadan bütövlükdə 16,5 dəfə böyükdür. Fransadan 5 dəfə böyükdür. Biz bu dilin adı türk dilidir. Qruplar var, fərqlər var, müəyyən qədər. Amma türk dünyasına inteqrasiyadan söhbət gedir. Cənab Prezidentin andişmə mərasimində bu məsələ bir mənalı şəkildə qoyuldu. Mən hesab edirəm, bu çox qətiyyətli bəyanat idi, çox faydalı bəyanat idi və bu bir strategiyadır ki, biz buna istinad eləməliyik. Yəni, gələcək bunu diktə edir. Əgər bu varsa, faktor nədir? Faktor millətin adıdır və millətin dilidir. Əgər türk dilinə inteqrasiya mühüm bir məsələdirsə, bunun əsası dildən keçir. Ona görə də bizim vahid dilimiz olmalı. Buna hələ 19-cu əsrin ikinci yarısında böyük mütəfəkkir İsmail bəy Qaspiralı demişdi. Yəni, dildə bir, fikirdə bir, əməldə bir. Bu, böyük bir strateji, bir şüar idi, konsepsiya idi və bugün də özünü demək olar ki, tamamilə doğruldur. Və mən düşünürəm ki, Özbəkdə, Qazaxda, Qırğızda, Türkməndə, Türkiyədə, Azərbaycan, bu 6 türk dövlətidir. Bugün dünyada heç bir dövlətin 6 müstəqil dövləti yoxdur, heç bir millətin. Kıbrıs'dan bir yerdə 7. 7, Kıbrıs'dan bir yerdə 7, bəli. Hələ biz potensial ayrılmaqda olan Rusiyadakı dövlətlər demirik, hansı ki Tataristanda respublika olmuşdu, onu qoymadılar ayrılmağa və Saxa da respublika olmuşdu, 90-cı illəri xatırlasaq. Bu böyük bir gücdür. Dünya da bundan çəkinir. Bizim nicatımız da bundadır. Biz niyə görə biz öz taleyimizi müəyyən eləməliyik və burada durub biz keçmişə qayıtmamalıyıq. Ərəb dili var, Misir dili yoxdur ki, İordaniya dili yoxdur ki, ərəb dili var da. Yəni, bu türk dilidir, özümüz aldatmayaq, millətimizin adı türkdür. Bu bir mənalı belədir. Əgər biz deyiriksə, bir millət, 2 dövlət, indi hal-hazırda deməliyik, bir millət, 6 dövlət, 7 dövlət əslində. Bir millət, 2 dövlət deyiriksə, o biri dövlət Türkiyədirsə, Atatürk o dilin adını türk dili adlandırıbsa, bəs bizim dilin adı nədir onda? Ən böyük cinayətlər məntiqlə açılır. Bu da məntiq məsələsi var axı.